Hoş gördük dostlar. Deməli biz keçən dərsdə sizlə dayanmışdıq pumpda. Gəlin bugün pumpı quraq. Çatdırsaq valvı da bugünkü dərsdə qurarıq. Deməli biz gəldik library, yəni kitabxanamıza. Deməli IP blok və gəlirik sizlə Ctrl-A. Bizdə burada nə var? Sorry, Ctrl-A yox. Drivers'ı gələk. Deməli drives. Bir dəqiqə baxın, bizdə var large və bu large var. Speed counter yox, bizə speed counter ehtiyac yoxdur. Gəlin bunu istifadə edək. Və gəlin dostlar bunun adını dəyişək. Qoyaq adın Control Pump və bizə lazım olacaq deməli dostlar digital input driver və digital output driver. Onlar səhv etməmsə function block 1871 və 73 olmalıdır. Onun üçün gəlirik all box'a və bəli, bunlardır. Digital input driver və digital output driver. Bunu birləşdirək bura. Bunu biraz çəkək. Biraz daha. Və dostlar outputda götürək bir dəfəlik 1873 baxaraq ki bura və çəkək bu hissə belə və burada dostlar biz birinci nə etməliyik? Auto bağlayırıq deməli feedback kranı olmalıdır. Control output, bəli. Deməli bunu bağlayırıq feedback out'a və deməli dostlar biz startı bağlayacağıq PV inə və bizə lazımdır ki biz bilək bizim pumpımız işləyir yoxsa yox. Ona görə də bu PV out'u bağlayacağıq pump krana. Enter. İndi dostlar bizdə simulasiya modu olduğu üçün biz deməli nə edəcəyik sizlə? Bax bu PV ini biz əslində bağlamalıyıq. Simulasiya işlətmək üçün biz bunu bağlayacağıq. Tak, bir dəqiqə. Bunu bağlasaq PV out'a. PV out işlədi, bu siqnal işlədi. Tamam, bu bizə kifayət edər. Amma biz deməli simulyasiyanın əslində proses variable'ını da verməliyik. Ona da görə bunu bağlayaq, onda biz start'a. Tamam, bu bağlanma oldu. Gəlin kompilyasiya edək. Entire program olsun. Dostlar deməli error yoxdur, bir warning var, amma heç nə olmaz. Gəlin indi bir dənə də baxaq, dərsdə çatdırıqsa valvı da quraq. Deməli, gəlin bunun adını qoyaq valve control və yenə gələk bizim kitabxanaya. Və burada AP, blok və bizə kontrol lazım olacaq. Burada dostlar deməli nə edə bilərik? Gəlin valvı saxlayaq. Qoy baxın valvsız
bizdə idarə etmə nətər olacaq. Tamam, oldu, gəlin silək hələ ki. Yes. Və biz neyək? PLC-yə start verək simulatora. Bizim OS-i təzdən quraq. Compile. Next. Birdi. Bir dəqiqə bu şəbəkəni yoxlayayım. Change adapter options. Enable. Next. Bir dəqiqə. Gəlin change-i seçək. Ancaq dəyişikliklər olsun. Compile eləyək. Dostlar, demək kompilasiya bitdi. Warning var, error yoxdur. Ev yoxdur, qalsın. Deməli, indi gəlin PLC-yə yükləyək. MRS, yes. Run P eləyək və download eləyək bizim PLC proqramı. Do you want? Yes. Tamam, error yoxdur. Gəlin Windows-ını açaq. Və dostlar, start verək. Baxaq bizdə nə var indi. Deməli, açıldı bizdə skadamız. Bax, elementlər çox yaxındır dostlar burada. Gəlin, bunu biraz dəyişək. Və bizdə skadanın adı nə idi? Operator Screen 1. Tak. Gələk bura. Operator Screen 1 budur. Çalışın adları ayrı seçin həmişə. Çünki bir də görürsən ki, eyni seçəcəm və proyekt oxşar olur. Sonra dəyişəndə düzgün dəyişmirik. Tamam, yəni motoru buradan ayrı aşağı biraz. Və bunu da yox, yəni belə edək. Bunu biraz belə çəkək. Bunu da belə. Save eləyək. Bir də start verək, baxaq. Dostlar, açıldı, amma dəyişiklik olmadı. Bir dəqiqə, mən bir məsələ var, ona baxım. Demək, bizə lazımdır screen. Open picture. Aydın oldu dostlar, burada bir layer əlavə eləməliyik. Biz demək, saxlayaq bu dərsi, bunun davamını gələndərsə, çünki orada biz artıq yenə çalışacağıq SCADA elementlərini əlavə eləyək və ondan sonra test eləyək. Təşəkkür edirəm hamınıza. Sual olsa, kommentdə yaxud da Taskforce saytında yaza bilərsiniz.